Salam əziz izləyicilər. Bugün Azərbaycan xalqının ən yaralı yerindən danışacağıq. Neftdən, SOCAR-dan, İlham Əliyevin neft maxinasiyalarından, eyni zamanda İlhamın Rusiyanı sanksiyalardan yayındırmasından danışacağıq. Və Azərbaycanı daha ciddi risklərə məruz qoymasından danışacağıq. SOCAR Avropanın ən korrupsiyalaşmış, ən qaranlıq şirkətlərinin biri ilə Macarıstanın MOL Qrup şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə görə deməli Şamaxı Qobustan sahəsində neft axtarışı və hasilat bölgüsüdür. Bu sazişə görə orada adı çəkilən neft sahəsində hasil olunacaq neftin 65%-i Macar şirkətinə, yerdə qalan 35%-i isə SOCAR, Azərbaycan dövlətinə məxsus olacaq. MOL Qrup Avropada hədəfdə olan, Avropa Birliyinin daimi tənqidinə məruz qalan, eyni zamanda müxtəlif siyasətçilərin, müstəqil ekspertlərin, demokratik medianın hədəfində olan şirkətlərdən biridir. Bu şirkət açıq, aydın şəkildə Rusiyanın sanksiyalardan yayındıran şirkətdir. Bilirsiniz ki, Avropa Birliyi Rusiyanın Ukraynaya təcavüzündən sonra Rus nefti və qazına embargolar tətbiq edib. Amma Macarıstan və Slovakiya istisnalıdır. Onlar 100% Rusiya neftindən və qazından asılı olduğuna görə Avropa Birliyi bir müddət bunlara imkan tanımışdı. Amma şərt belə bundan ibarət idi ki, Macarıstan və Slovakiyada getdikcə Rusiya neft və qaz asıllığından azad olacaqdı. Amma bu keçən illər, 3 il ərzində əksinə həm Slovakiya, həm Macarıstan heç bir asılılıqdan azad olmayıb və bu MOL Qrup üstəgəl Drujba neft kəmərində operator postuna yerlənib, eyni zamanda həmin neft üzrə hasil olunan, həmin xətt üzrə hasil olunan neftin sahibidir. Yəni Rusiyadan neft alır, Macarıstan və Slovakiyaya satır. Eyni zamanda MOL Qrup Rusiya ərazisində neft yataqlarına sahibdir. Orada Rusiyada neft yataqlarını istismar edir, neft hasilatı ilə məşğuldur, neft yataqlarının bərpası və sairə işlərlə məşğul. Yəni neft alqı-satqı, neftə aid bütün işlərlə məşğul olur. Və bu şirkətə qarşı çox ciddi təzyiqlər var, eyni zamanda Macarıstan və Slovakiyaya qarşı. İndi MOL Qrup Azərbaycana niyə gəlir? Əsas məsələ budur, əsas sual bundan ibarətdir. Və fikir verirsinizsə, MOL Qrup quruda neft çıxarma ilə bağlı Azərbaycan şirkəti ilə, Azərbaycan dövlət şirkəti ilə daha doğrusu müqavilə imzalayıb SOCAR-la. Bu Şirvan Qobustan, Şamaxı Qobustan sahəsində kəşfiyyat və hasilat işləri ilə bağlı olan müqavilədir. Həm kəşfiyyat yapacaqlar, həm hasilatda pay bölgüsü eləyiblər. Heç kəsə sir deyil ki, Azərbaycanda artıq quruda neft tükənib. Belə böyük neft yataqları mövcud deyil. Bakıda, Bakı ətrafında olan adamlar, bu Balaxandır, Binəqəddir, 20-ci sahədir, bu Bayıl tərəfdə olan adamlar, eyni zamanda Şirvanda olan adamlar hamısı bilir ki, o Kaçalka dedikləri neft quyularının çoxsu su vurur və heç bir orada neft falan yoxdur. Amma su vursa belə, o quyuların hamısı işləyir. Nəyə görə işləyirdi o quyular? Rusiya müharibəsinə qədər dənizdə çıxarılan neftin bir hissəsi bu qurudakı şirkətlərin adına yazılır. Nəyə görə belə yazılır? Bu şirkətlərin sonra, məsələn, Binəqədi Oil adından bir əldə qayma quruda neft çıxarma şirkəti var. Səhvləmirəmsə Koreyada qeydiyyatdan keçib. Və bu şirkətlə Azərbaycan hökuməti arasında müqavilə imzalanıb və müqavilə Milli Məclis tərəfindən təsdiqlənib. Bu müqavilə Azərbaycan Respublikasının qanunu deməkdir. Dənizdə hasil olunan nefti Binəqədi Oil'un adına yazırdılar və bu neftin də bu böyük bir pay hissəsini birbaşa mənimsəyirlər. Bundan ötürü böyük bir çaba xərcləmirdilər. Tutaq ki, 1 milyon barrel neft yazıblar Binəqədi Oil'un adına və müqaviləyə görə 45%-i birbaşa elə o şirkətindir. Və bu 45% bu neftin demək olar ki, 50%-nə yaxın bir payını birbaşa o saxta şirkət tərəfindən mənimsəndir. Bu quruda neft çıxarma şirkətləri əsasında bundan ibarətdir və bu işi görürlər. Müharibə başladıqdan sonra isə vəziyyət dəyişir. Müharibə başladıqdan sonra bu quruda neft çıxarma şirkətləri Azərbaycanda kef edirlər. Bax, mən sizə bir söz deyim. Rusneft, Quscheriyevin şirkəti Azərbaycanda quruda neft çıxarma ilə bağlı silsilə müqavilələr imzalayıb şeylə.
Sokarla. Hamısı ona görədir ki, olmayan neft şirkəti, neft olmayan bir ərazilərdəki şirkətlərin adına Rusiya nefti yazılacaq. Məsələn, Qobustanda yaşamaqda, Şirvan oyunun adına Rusiya nefti yazılacaq Şirvan oyunun adına, görə ki, Şirvanda bu neft çıxarılıb, yaxud da Binəqədidə çıxarılıb, yaxud da 20-ci Bayıldakı quruda neft çıxarma şeyində çıxarılır, idarəsində çıxarılır. Bax, belə indi bu Macar şirkətinin də Azərbaycana gəlməsi Rusiya neftini satmasından ötürü qurulmuş bir mexanizmlərdən biridir. Və İlham Əliyev Azərbaycanı fəlakətə sürükləyir. Xatırladım sizə, bilirsiniz. Azərbaycan Dövlət Neft Şirkətinin, SOCAR-ın Türkiyədəki neft ayırma zavodu Avropa Birliyinin və Böyük Britaniyanın sanksiyalar siyasətine salındı. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin yenə SOCAR-a məxsus tankerlə Rus neftini daşıdığına görə sanksiyalara salındı. Və İlham Əliyevə yaxınlığı ilə seçilən iş adamları, şirkətlər, İlham Əliyevin başqa adamların adına yazdı, proxy şirkətlər var. Bunlar düşüblər, bu şirkətlər Coral Enerji'dir, 2 Rivers qrupdur və s. bir neçə qrup şirkətlər var ki, bu şirkətlər də Avropa Birliyinin, Böyük Britaniyanın və Amerika Birləşmiş Ştatlarının sanksiyalar siyasətine salındı. Rusiya neftini qanunsuz satdıqlarına görə. Və bu Coral Enerji 2 Rivers qrup eyni şirkətdir. Coral Enerji sanksiyalara məruz qaldıqdan sonra Dubayda getdilər, başqa bir şirkət yaratdılar. 2 Rivers qrup şirkəti. Və bu şirkətin rəhbərləri fərd olaraq sanksiyalara salındı və bu axırıncı Avropa Birliyinin sanksiyalarında bu şirkətin rəhbərlərinə Anar Mədədli, Tələs Səfərov və Etibar Eyüp. Bunlar sanksiyalar siyasətine salındı. Bu adı çəkilən adamlar, bu şirkətin rəhbərliyində olan adamlar bu və digər şəkildə İlham Əliyevin ailəsinə yaxın adamlardır. Azərbaycan hakimiyyətində müxtəlif dövrlərdə Azərbaycanda yüksək vəzifələr tutan adamlardır, yaxud da yüksək vəzifə tutan adamların övladlarıdır. Və İlham Əliyev milyardlar qazanmağı hesabına onsuz da pis vəziyyətdə olan Azərbaycan xalqını, Azərbaycan xalqının övladlarını, bizim gələcəyimizi qumara qoyur, riskə qoyur. İlham Əliyev həm Rus neftini satıb milyardlar qazanır bununla və Putinə milyardlar qazandırır. Eyni zamanda Rusiyanı, Putini sanksiyalardan yayındırmaqla Ukraynada milyonlarla insan həyatını təhlükə altına alır. İlham Əliyev Zelenskinin üzünə gülür, Avropalıların yanında min oyundan çıxır. Güya Putinlə bunlar qarşıdurmadadır, Rusiya ilə güya qarşıdurmadadır. Bu yalancı qarşıdurma teatrına görə, bu yalancı qarşıdurma komediyasına görə onlarla Azərbaycanlı həbsdə yatır. Bax, 2 dənə Rusu tutmuşlar, Rus agentini tutmuşdular. Sputnik Azərbaycanda işləyən, güya dırnaqarası jurnalistlərdir. Əslində ki, bütün dünyada Sputnik, Rusiya Sputnik İnformasiya Agentliyi elə məhz kəşfiyyat agentliyi kimi tanınır. Bütün Avropada olan fəaliyyəti dayandırılıb. Eyni zamanda Sputnikin saytları Avropa Birliyi ərazisində və yaxud da Amerika Birləşmiş Ştatlarında açılmır. Çünki bu Rusiya təbliğatına xidmət edən kəşfiyyat xidmətinin bir segmentidir, bir elementidir. İndi onların Sputnik Azərbaycanda işləyən 2 Rus agentini tutmuşlar, İlham Əliyev onları buraxdı. Və hamı gözləyirdi ki, Rusiyadakı tutulan Azərbaycanlılar, məsələn Şıxlı, bu Azərbaycan diasporasına buraxılacaq. Əksinə buraxılmadı. Başqa vilayətlərdə olan diaspora rəhbərlərini tuturlar, iş adamlarını tuturlar, nə bilim bir KAMAZ şoferini tuturlar, güya Rusiya agentliyidir. Onlarla Azərbaycanlı həbsə salınıb, 2 nəfər qətlə yetirilib, bilirsiniz, bununla bağlı böyük qalmaqal oldu. Heç bir qarşıdurma falan yoxdur. Yəni ki, Azərbaycanlılar əzilir və İlham da yalandan 1-2 nəfər tutmuşdu, onları da buraxdı. Amma Azərbaycanlı hələ də tutulur, Azərbaycanlı hələ də baskı altındadır. İlham Əliyev Rusiya ilə qarşıdurma belə nağılları danışır, əl altdan Rusiya neftini satmaqla məşğuldur. Bax, SOCAR Gürcüstanda Batumidə bir liman tikib, bir terminal, böyük terminal tikib, neft terminal tikib Qaradəniz sahilində və orada
bir neft ayırma zavodu tikilib, Gürcünün adına rəsmiləşdiriblər. Məndə olan məlumata görə orada da SOCAR-ın rəhbərliyinin və İlham Əliyevin ailəsinin payı var. Və o neft terminalı artıq Rusiya neftini qəbul etməyə başladı. Və yaxın günlərdə bu SOCAR-ın həmin Batumidə yerləşən, Gürcüstanda, Qaradəniz sahilində yerləşən terminalın da ehtimal var ki, sanksiyalar salınsın. İlham Əliyev öz ailə mənfəətinə görə, öz ailə çıxarlarına görə Azərbaycan dövlətinin əmlakını, Azərbaycan dövlətinə məxsus şirkətləri, Azərbaycan dövlətinə məxsus gəmiləri risk altına qoyur. Risk altına salır. Bax, bu yaxınlarda Paşayevlərə məxsus iki tankeri İran həbs elədi, beynəlxalq sularda İran körfəzində apardı, saxladı İranda səsləri də çıxmır. Çünki o gəmilərin içində Rus nefti olur. Çünki o gəmilər qanunsuz neft ticarəti ilə məşğul olur. İlham Əliyev yüzlərlə tanker alır. İlham Əliyev onlarla saxta şirkət yaradır və bu şirkətdə silsilə olaraq sanksiyalar düşür. Ki Rusiya neftini satsın, milyonlar qazansın, Putin'i sanksiyalardan yayındırsın və Putin bu vəsaitlər hesabına Ukraynada müharibəni davam etdirsin, günahsız insanlar ölsün. Eyni zamanda bir məsələni də diqqətinizə çatdırım ki, son 2 ay ərzində Rusiya ordusunda muzla xidmət edən xeyli Azərbaycanlı öldürülüb müharibədə. İlham Əliyev Azərbaycan vətəndaşlarını o qədər kasıb, o qədər çıxılmaz vəziyyətə salır ki, bu adamla ailəsini dolandırmaq, banklara kredit borclarını ödəmək üçün ölümü seçirlər. Rusiya ordusu ilə müqavilə bağlayıb, Ukraynaya dinc əhalini öldürməyə gedirlər və özləri ölürlər. Bir çox hallarda bu adamların cəsədləri döyüş meydanından çıxarılmır, elə qoyur. Ruslar bu adamlara kompensasiya ödəmir, Ruslar bu adamların ailələrinə yardım ödəmir. İnsanlar, ailələr Ukraynada öldürülən Rus ordusuna xidmət edən Azərbaycanlının cəsədini öz evinə, öz kəndinə, öz rayonuna ailələrin pulu hesabına gətirir. Yaxud da Azərbaycan diasporası adamlar arasında pul yığır ki, bir dənə əskər ölüb, nə bilim, Rostovda, Mogdadır, gedək onu oradan çıxartaq, göndərək. Bax, belədir. Getməyin Rusiya ordusuna, nə qədər vəziyyət ağır olsa da, nə qədər borc içində olsanız da. Birinci, Ruslar vəd olunan pulu verməyəcəklər. İkincisi, həyatınızı təhlükəyə salırsınız. Lap sabah gedib orada öldünüz. Sizin borclarınızı heç kəs ödəməyəcək. Əksinə, borcunuzun üstünə borc gələcək, ailəniz daha da borclanacaq. Ən azından sizin cəsədinizi öz evinizə gətirmək üçün.